Gəldik bu qardaşlar. Çox ciddi materiallar açıqlayacağım mən. Çox ciddi. İnanın ki, mən o materialı oxuyanda əvvələ təəccüblənmədim. Həm də çox təəccübləndim. Sən bir İslam ölkəsi olasan, sən bütün dünyaya din dərsi deyəsən, amma bir Yahudi kəşfiyyatçı qız sənin burnunun dibinə qədər gələ girə, sənin bütün məxfi materialları oğurluya, ötürə İsrailə. Necə? Bir vaxtlar Azərbaycan delərdi. Gələcəyim orada yavaş-yavaş. Axşam deməli, İsrailin İranın dövlət televiziya radio rəyamlar şirkətinin baş ofisine endirdiyi zərbə nəticəsində həlak olan əməkdaşların sayı 3-ə çatdı. İsrailin İran İslam Respublikasının dövlət televiziya və radio şirkətinin binasına hücumu nəticəsində Xəbərlər Departamentinin baş redaktoru, katibliyin əməkdaşları həlak oldular. Bundan əvvəl İranın dövlət yayımı olan İRİB, yəni İran İslam Respublikasının səsi İsrailin hücumuna məruz qaldığını bildirib. İsrailin Tehrandakı dövlət televiziyasının ofisinə zərbə endirmə anı 2-ci xəbər kanalının xəbər yayımında canlı yayımlanıb. Yayımçının verdiyi məlumata görə binaya ən azı 4 dəfə zərbə endirilib. Bu bir. İkinci, daha bir general öldürüldü. İsrail ordusunun gecə boyu endirdiyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin Hatam Al-Anbiya mərkəzi qərargahının rəisi Sepah generalı Əli Şadmani öldürüldü. Hürriyyət az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb. Qeyd edək ki, o iyunun 13-də sözgedən posta təyin olunmuşdu. Yəni 4 gün bundan qabaq İran Silahlı Qüvvələrinin Hatam Al-Anbiya mərkəzi qərargahının rəisi təyin olunan Əli Şadmani də dünən gecə öldürülür və Təbrizdə vurulan obyektdə isə 2 əlavə zabit dünyasını dəyişib. Bu 2. Üçüncü gəlirik. Netanyahu açıqlama verib. O, ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib. Onun sözlərinə görə İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır. Çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır. Hər şeydən əvvəl İranın nüvə silahı İsrail üçün ən böyük təhdiddir, deyə o bildirib. Netanyahu bəyan edib ki, İsrail müdafiə ordusu, yəni Saxal, İran üçün kütləvi qırğın silahları hazırlayan bir halda 14 İranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəfi kimi müəyyən etdiyi daha bir neçə alim də durur. O həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma yendirmək üçün Saxalın əməliyyatları barədə İran əhalisini xəbərdar edir. Biz əlimizdən gələni edirik. Hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirilirsə belə, biz əhalini təxliyəsinə çağırırıq və onlar mövqelərini tərk edilir deyə baş nazir bildirib. İsrailin hökumət başçısı həmçinin bəyan edib ki, məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib. Biz onların radarlarını, mənzil qərargahlarını, radio stansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəflərini də vururuq deyə Netanyahu əlavə eləyib. Ardınca hədəflərini bildirib. İsrailin baş naziri Benjamin Netanyahu İsrailin İrandakı məqsədlərini açıqlayıb. Netanyahu bu haqda keçirdiyi mətbuat konferansında bildirib. Biz nəticələr görmək istəyirik və bu 3 şey deməkdir. Nüvə proqramını məhv etmək, İranı ballistik raketlər istehsal etmək qabiliyyətindən məhrum etmək və İranın terror oxunu aradan qaldırmaq deyə o bildiribdir. Burada bir məqam mənim diqqətimi çəkir dostlar. İndi onu da sizin diqqətinizə mən çatdıracağım. Çox maraqlı bir məqam var. İsrail bütün ordusunu səfərbər eləyib, bütün ordusuyla, bütün varlığı ilə səfərbər olub İranın üzərinə yeriyir. Çox maraqlıdır ki, Fələstində bir çık da yoxdur. Heç bir xəbər yoxdur Fələstindən. Sanki Fələstində müharibə dayanıbdır. Maraqlıdır ki, mənim üçün həqiqətən bu çox təəccüblüdür. Nəyə görə İsrailin başı belə bir şeyə qarışdığı vaxtda Fələstin və Fələstin arxasında duranlar İsrail əskərlərini öz torpaqlarından çıxartmır.
hər kəs oturub bu müharibənin nəticəsini gözləyir. Maraqlı deyilmi bu? Mənim üçün çox maraqlıdır. Adam bəzən görsən elə şeylə fikirləşir ki, sonra desən yox, ola bilməz. Bəlkə də elə bu Fələstin oyununun ortalığa atılması İranın vurulması üçün hazırlanan bir planıdır. İranın vurulması planlarının əsl səbəblərini biz bilmirik. Mən dünən dedim verilişdə. Bugün də bilə bilmərik biz bunu. Bilmə imkanımız da yoxdur. Burada o qədər versiyalar var ki, İranda hakimiyyət getdikcə günü-gündən zəifləyir. İran hakimiyyətinin yenidən bərpa olunması üçün də bu hücumlar təşkil edilə bilər. Lazım gəlsə İranda 10 minlərlə insan da öldürülə bilər ki, bu hakimiyyət İranda qorunub saxlanılsın. Və yaxud da İranın gerçəkdən İsraili yer üzündən silmək kimi planı varsa, bu planı niyə həyata keçirtmir? Sadəcə binalara, mülki evlərə bomba atıb partlatmaqla, video paylaşmaqla müharibə mi aparmaq olar? Hədəflər niyə vurulmur? Lazım olan İsrail hədəfləri niyə vurulmur? Niyə İran bu məlumatları yaymır? Görürüz, İsrail dayanmadan məlumat yayır. Və çox maraqlıdır ki, İran İslam Respublikasının ərazisində olan müəyyən kanalların paylaşdığı, İsraildən paylaşdığı videoları bugün qoyub şəhər edirlər. Təsəvvür ki, orada göstər bir qadın gülür. Orada maşınlar bir-birinin üstündə. Çox qəribə videolar göstərirlər və deyirlər ki, bura əslində İsrail deyil. Bəlkə də bunlar Fələstindən olan videoları çəkib İsraili dağıdırıq deyə vururlar. Bunu bilmək olmaz hələ. Bu oyun o qədər qapalı gedir ki, o qədər gizlin gedir ki, burada informasiyanı kim apardısa, uddusa informasiyanı, müharibəni. Əslində qalib də odur. Amma bir-birinin paylaşdığı videoları belə oturub açıqlayanda baxırsan görsən ki, həqiqətən də bina dağılıb, nə bir tüstü var şəhərdə, nə bir yanğın var şəhərdə. Yaxşı, bu İsraildə bir yanacaq doldurma məntəqəsi də yoxdur vurulmalı üçün. Bir yanacaq doldurma məntəqəsi vurulansa, bilirsiniz onun alovu hara qalxa bilər. Belə çıxır ki, onda Təl Avivdə bir dənə də olsun yanacaq doldurma məntəqəsi yoxdur. Və yaxud da bazalar yoxdur. Bugün İran dedi ki, biz axır ki 4 gündən sonra İsrail xüsusi xidmət orqanları Mossadın binasını vurduq. 4 gün keçib üstündən. Yerin üstündə heç kəs yoxdur. Sən daşı nə qədər vurursan vur. İsrail yer altına çəkilib. Amma elə bir vəziyyət yaradıb ki, İsrail. İran İslam Respublikasının bütün rəhbərliyi də yer altına çəkilib. Öz ölkələrində, ay kişi, təhlükəsiz şəkildə bula gəzə bilmirlər. İndi mən oxuyacağım bəzi şeyləri. O qadının açdığı sirləri. Görüm qadın kim olub, necə gəlib, necə eləyib, kimlərlə birgə olub. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bütün Tehran cəmaatını paytaxtı tərk eləməyə çağırıb. Əslində ən böyük müharibə silah müharibəsi deyil. İnformasiya müharibəsidir. Həm də bir panika yaratmaqdır. İstənilən bir dövləti panika ilə rahat şəkildə yıxa bilərsən. İnformasiya ilə. Panika yaradarsan və panikadan dolayı o dövlət dağılar. Əgər bunu düzgün qrup, düzgün oynada bilsən və bugün Amerika ilə İsrail İran üzərində eyni oyunu oynayırlar. Biri bombalayır, digəri dayanmadan bəyanat verir. Mən təcili İranı çağırıram müqaviləni imzalamağa. Necə ki Zelenskini məcbur elədi Trump. 500 milyardlıq müqaviləni imzalatdı. Eyni şey İranı deyir. Hələ biz Rusiya ilə olan danışıqları bilmirik. Bəlkə də artıq Trump Rusiya ilə də o müqaviləni bağlayıb. Çünki hər kəsi təhdid eləyərək o müqavilələri imzalayır bu. Təsəvvür elə. İndi birbaşa dünyanın ağası hesab olunan Trump bəyanat verir, çağırış eləyir və Tehranda olan 20 milyona yaxın insanı Tehranı tərk eləməyə çağırır. 20 milyon əhalinin 1/3 deməkdir. Nə baş verər sizcə? Hara gedəcək bu insanlar? Hansı şəhərə gedəcəklər də? Tehrandan gələcək Məşədə. Məşədə yığ çağırır şey edəcək ki, Məşədi tərk eləyin. Məşəddən gələcək Təbrizə. Təbrizi tərk eləyin. Hara gedəcək onda bu insanlar? Artıq Pakistan sərhədində, Əfqanistan sərhədində, hətta Azərbaycan sərhədində kifayət qədər adam yığılıb. Pakistan artıq öz sərhədlərini bağladı. Əfqanistan öz sərhədlərini bağladı. Bəlkə İraq da bağlayıb. Azərbaycan sərhədləri zaten bağlıdır. Hər kəs dərhal Tehrandan təxliyə olunmalı deyə Trump qeyd edir. Bununla belə o Tehran sakinlərinə niyə şəhəri tərk etməli olduqlarını tövsiyə etdiyinə də aydınlıq gətirmir.
O həmçinin Tehranın zamanında ABŞ ilə nüvə sazişi imzalamadığına təəssüfləndiyini bildirir. Yəni ki, sən əgər mən deyəndə mənim şərtlərimə razılıq versəydin, bugün sənin başına bomba yağmazdı. Bunu demək istəyir. Panikaya salıb İranın şəhərlərini boşaldır. Bu həm də İranı iqtisadi cəhətdən çökətməkdir dostlar. Siz təsəvvür edin ki, bir ay İranda iş yerləri dayansa nə baş verəcək? Təsəvvür edirsiniz bunu? Bir ay iş getməsə nə baş verəcəkdir? Artıq İranda rejimin dəyişməyi qaçınılmaz olacaqdır. Əslində mən də bu rejimin dəyişməyinin tərəfdarıyam. Dünənki verilişimdən sonra mənə dayanmadan bir 20-yə yaxın əl-xüsusda Rusiyadan olan öz həmvətənlərim irad bildirirlər ki, sən İsrailin tərəfini saxlayırsan, Yahudinin pulu ilə maliyyələşirsən, nə bilim, müsəlmanları təhqir edirsən, nə bilim, nə. Belə səs atırlar. Mən bu adamları anlayıram. Bunların ən böyük alimlərindən biri Sistani idi. Sistaniyə jurnalist sual verdi. Dedi ki, siz Amerika əskəri İraqa girəndə fətva verdiniz ki, Amerika əskərinə güllə atmaq caiz deyil. Verdinizmi bu fətvanı? Dedi, verdim. Dedi ki, məlumat yayılıb ki, siz onun qarşılığında, fətvanın qarşılığında 220 milyon dollar pul alıbsınız. Alıbsınız mı? Dedi, almışam. Pulun mu qarşılığında verdiniz o fətvanı? Dedi, yox. Mən o pulu alıb paylamışam kasıblara. Ver, Şiyələrin ən böyük alimlərindən biri Sistani Amerika əskərinə güllə atmayın deyə fətva verdi. Caiz deyil Amerika əskərinə güllə atmaq. Və fətvanın qarşılığında Amerika ona 220 milyon dollar pul ödədi. O da həmin pulu götdü, güya kasıblara payladı. Halbuki İraqın evini yıxdılar. İraqın belini qırdılar. İraqda artıq bir neçə dövlətin yaranması qaçınılmazdır. Böyük Kürdistanın yaradılması üçün atılan addımlar artıq işarətini İraqda verdi. Kürdistan yaratdılar. İsrail sabah həmən Kürdistanın bir qanadını Suriyada yaradacaq. O birisi qanadını İranda yaradacaq. Bir qanadını da Türkiyədə yaradacaq. Yəni İsrailin istədiyi budur əslində. Böyük Kürd dövlətinin yaradılması. Əslində yaradılan Kürd dövləti olmayacaq. Amma Kürd dövləti adı altında bir dövlət olacaq. Yəni bunların niyyəti budur. Olacaq, olmayacaq, bunu gələcək göstərəcək. Amma faktiki olaraq prosesdən oraya doğru gedir. Və bizim alimlərimiz də fətva verirlər ki, Amerika əskərinə güllə atmaq caiz deyil. Bizim ağa dediklərimiz adamlar. İndi mən buradan o İranlı Xameyniyə biyyət eləyib bütün varlıqları ilə ona sığınanların hər birinə səslənirəm. Qarabağ müharibəsində Hacı Allah Şükür Paşazadə belə bir ifadə işlətdi ki, Xameyninin fətvası Qarabağı azad elədi. Xatırlayırsınız da bu şeyi, açıqlamanı. Elə mi? Bəs bu Xameyninin fətvası belə güclüdürsə, nə yaxşı o fətvadan İsraili dağıtmaq üçün istifadə eləmir? Niyə eləmir? Bu günlərin müsəlman ölkələri arasında bir-birini dəstəkləyə 2-3 dənə belə, o da Pakistan, Türkiyə, Azərbaycan, bir neçə ölkə var. Yerdə qalan hamısı bir-birinə qarşı düşmənçilik mövqeyindədirlər. İran rəsmiləri vasitəçilərə ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduqlarını bildirdilər. İran tərəfinin yeganə bir şərti var. İsrailin hücumu dayandırması. Bir İran rəsmisinin sözlərinə görə Tehranın mövqeyi belədir. Biz heç vaxt danışıqlar masasını tərk etməmişik. Lakin atəş altında olduğumuz müddətdə heç bir danışıqlar olmayacaq. Qəzet qeyd edir ki, Oman və Qətər atəşkəs danışıqlarının başlanacağına vasitəsi kimi çıxış edə bilərlər. Və İran Omanla Qətərə müraciət edib ki, bizi xilas edən Yahudilərin əlindən, İsrailin əlindən başımıza bomba yağdırırlar. Halbuki ilk gecəsinin səhərsi verilən açıqlamada nə dedilər? Qisasımız ağır olacaq. Artıq İsrail qırmızı cizgini keçdi. Bundan sonra bizi dayandıra biləcək ikinci bir qüvvə yoxdur. Kim bizi dayandırmağa çalışarsa biz onu da vuracağıq. Nə baş verdi? 3 sənə gün çəkmədi ki, dalbadal bəyanatlar da verirlər ki, biz danışıqlar masasına oturmağa hazırıq. Niyə? Hani sizin gücünüz, qüdrətiniz bəs?